إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله. Amma ba'd. Biz qalmışıq vacizdə kitab və sünnənin fiqhi, onun başa düşülməsində, qusul mövzusunda. Yəni qusulda vacib olanlar. Nə kimi şeylər qusulda vacibdir? Birincisi, istəyir insan ayıq halında olsun, istəyir yatdığı halda olsun, məni çıxarsa qusul vacib olur. İnsan istəyir ayıq halda, istəyir yatdığı halda olsun, məni çıxarsa qusul nə olur? Vacib olur. Nəyə görə? Çünki Peyğəmbər s.ə.v buyurur ki, İnnəməl mə'u minəl mə'. Yəni su sudandır. Yəni su sudan, yəni məni çıxarsa artıq qusul vacib olur. Məni çıxarsa artıq qusul vacib olur. وعن أم سلمة أن أم سليم قالت يا رسول الله إن الله لا يستحني من الحق فهل على المرأة غسل إذا احتلمت. Ümmü Sələmədən, həmçinin Ümmü Sələmədən gələn rivayətdə deyir, Ümmü Süleym radiyallahu anhə deyir ki, ey Allahın Resulü, həqiqətən Allah deyir, haqqı deməkdən utanmaz. Fəhəl ələl mər'əti quslun. Deyir ki, mən elə bir qadınam ki, yəni ehtilal oluram, yəni yatıram, gecə yatdıqda yəni cənabət halına düşürəm. Bu halda mənə qusul almaq vacibdirmi? Peyğəmbər s.ə.v deyir ki, bəli. Əgər orada o izləri, o mənini taparsansa, o suyu taparsansa. Bu hədis səhihdir, muttəfəqən Buxari Müslimdə keçir. Və şeyh gətirir ki, ayıq halında insanın şəhvətlə mənisinin çıxması şərtdir. Yuxuda isə şəhvətlə çıxması şərt deyil. Əgər insan yuxuda deyilsə, onda şəhvətlə məninin çıxması şərt. Əgər məni orada şəhvətlə çıxmalı. Şəhvətlə çıxırsa, onda qusul vacib olur. Yuxuda isə şəhvətlə çıxması şərt deyil. Aydın oldu? Yuxuda şəhvətlə çıxması şərt deyil. Bu da Peyğəmbər s.ə.v hədisinə əsasən Peyğəmbər s.ə.v buyurur ki, İdə, yəni həzəftəl mə fəqtəsil minəl cənəbə. Əgər deyir ki, yəni su taparsansa, onda deyir, cənabət qusul al. Fəidə ləm təkun hədifən fələ təqtəsil. Əgər su tapmazsansa, yəni orada həmən izləri, mənini görməzsənsə, onda qusul alma. İnsan yatdığı halda durdu, gördü su var. Amma hiss eləməyib. Ancaq hiss eləməyib. Yəni, cənabət ona düşüb-düşmür. Əgər gördüsə su var, artıq qusul vacib olur. Yox, insan qalxdı. Gördü su yoxdur, amma hiss eləyib yuxuda. Yəni, cənabət halına düşdüyünü hiss eləyib. Nə olur? Onda qusul vacib olmur. Çünki hədis ona dəlalət edir. Peyğəmbər s.ə.v deyir ki, əgər su tapsızsa, qusul alın. Cənabət qusulu. Əgər orada su tapmadısa, o zaman deyir ki, qusul almayın. Və sonra şeyh gətirir ki, Musannif Rəhmullah gətirir ki, burada diqqət yetirəsi bir şey var. Əgər deyir, o su şəhvətsiz çıxarsa və yaxud da ki, xəstəlik səbəbi ilə və yaxud da ki, soyuqlama səbəbi ilə çıxarsa, o zaman deyir, qusul vacib olmur. O zaman qusul vacib olmur. Aydın oldu? Əgər sən ayıqsan, yəni şəhvətsiz çıxıb, xəstəlik səbəbi ilə və yaxud soyuqlama səbəbi ilə, o zaman qusul vacib olmur. Ayıq olarkən şərtdir ki, şəhvətlə çıxsın. Aydın oldu? Yuxuda şərt deyil. Amma ayıq olarkən şərtdir ki, şəhvətlə çıxsın. Əgər xəstəlik səbəbi ilə və yaxud da ki, soyuqlama səbəbi ilə, yəni məni çıxarsa, o zaman nə olur? Qusul vacib olmur. Və sonra şeyh gətirir ki, əgər kim yuxuda ehtiləm olarsa, yəni qusulu pozularsa və durduqda su tapmazsa, o zaman orada həmən onun əlamətlərini tapmazsa, o zaman ona qusul almaq vacib deyil. Yox, əgər yəni yatarsa və duranda su taparsa, ehtiləm olduğunu hiss eləməzsə yuxuda, yəni cənabət halına düşdüyünü hiss eləməzsə, o zaman qusul almaq vacib olur. Bu da Ayşə radiyallahu anhə gələn hədisə əsasən Ayşə radiyallahu anhə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmdən yəni bir kişi haqqında soruşulur. O kişi deyir ki, yəcidül bələə və lə yəzkur ehtiləmən. Yəni yuxudan qalxır və yuxudan qalxdıqda yəni öz paltarında həmən əlamətlərini görür, qusulun pozulma əlamətlərini görür və bunu yuxuda hiss eləmir.
bunun baş verdiğini, Peyğəmbər s.ə.v ki, qusul alsın. Sonra ikinci kişidə gene bu hadisə baş verir. Yuxuda əhdiləm olur, amma durur, görür ki, yəni həmən əlamətlər, həmən izlər yoxdur. Peyğəmbər s.ə.v ki, la quslə aleyhi. Onun üzərinə qusul vacib deyil. Onun üzərinə qusul vacib deyil. Birincisi bu idi. Məninin çıxması. İkincisi, yəni qusul hansı halda vacib olur? Cima halında. Cima halında qusul vacib olur. Necə ki, Əbu Hureyradan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə cələsə beynə şüabihəl ərba, thümmə cəhədhə, fəqad vəcəl qusul və in ləm yunzil. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni, deyir ki, İzə cələsə beynə şüabihi ərba. Əgər siz 4 əzanın üzərində, yəni oturarsınızsa, çökərsinizsə və sonra kimsə çökərsə və sonra buna cəhd edərsə, yəni artıq deyir ona qusul vacib olur. Artıq ona qusul vacib olur, hətta məni ifraz olunmasa belə. Üçüncüsü, kafirin İslamı qəbul eləməsi. Əgər kafir İslamı qəbul edirsə, qusul vacib olur. Bu da ki, Qeys ibn Asimin hədisinə görə, Qeys ibn Asim radiyallahu anhu İslamı qəbul edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni ona, yəni sidirlə və suyla qusul almağı əmr edir. Yəni, bu da dəlalət edir ki, bir insan kafir olub İslamı qəbul edirsə, onda qusul almaq onun üzərinə vacib olur. Bu hədis də səhihdir və Şeyx Albani rahimehullah Səhih İrva əsərində həmən hədisi səhihləşdirib. Dördüncüsü, heyz və nifas halında. Yəni, heyz və nifas halında da insan heyz və nifas halında düşdüsə və ondan sonra bundan təmizləndikdə, yəni qusul almaq ona vacib olur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədisi, Ayşə radiyallahu anh hədisində deyir ki, Ənə Nəbi qalə li Fatiməti binti Əbu Hübeyş. Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hübeyşin qızı olan Fatiməyə deyir ki, İdə əqbələtil heydə fədə'i əs-salat. Əgər heyz baş verdirsə, namazı tərk elə. Əgər ondan qutardınsa, onda deyir ki, qusul al və namaz qıl. Və həmçinin nifas da alimlərin icmasına görə heyz kimidir. Nifas da alimlərin icmasına görə yəni heyz kimidir. Beşincisi, cümə günü. Beşincisi, cümə günü qusul almaq. Bəzi alimlər cümə günü qusul almaq müstəhəb deyiblər. Cümhur müstəhəbdir, lakin səhih odur ki, cümə günü qusul almaq vacibdir. Nəyə əsasən? Əbu Səid Xudrun hədisinə əsasən. Əbu Səid Xudrun radiyallahu anh deyir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm qal. Allah Rasulü sallallahu aleyhi və səlləm dedi ki, Qusul cüm'əti vacibin alə kulli muhtəlimin. Peyğəmbər s.ə.v buyurdu ki, cümə günü qusul almaq hər bir həddi buluğa çatan adama vacibdir. Vacib sözdür Peyğəmbər s.ə.v burada neynədi? Zikr etdi. Yəni, bəzən görürsən ki, yəni hədislərdə gəlir, Peyğəmbər s.ə.v əmr etdi. Allah əmr etdi. Əmr iki şeyə dəlalət edir. Ya vacibliyə, ya müstəhəbliyə. Ya vacibliyə, ya müstəhəbliyə. Oradan vacib hökm də çıxarıla bilir, oradan müstəhəb hökm də çəkilir. Əsl odur ki, əmr gəldisə vacibliyə dəlalət edir. Lakin onu müstəhəbə salan hər hansı bir başqa bir dəlil gəlməyincəyə qədər o vacib hökmündə qalır. Və yaxud qadağan haramlığa dəlalət edir. Onu məkruhluğa salan başqa bir dəlil gəlməyincəyə qədər. Aydın oldu? Amma vacib sözü keçirsə hədisdə, bu açıq aydın dəlalət edir ki, cümə günü qusul almaq vacibdir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurdu? Guslul cüm'əti vacibun. Cümə günü qusul almaq vacibdir. Hər bir həddi buluğa çatan. Buradan həddi buluğa çatan nə çıxır? Həddi buluğa çatmayana vacib deyil. Həddi buluğa çatmayana vacib deyil. Amma həddi buluğa çatana cümə günü qusul almaq vacibdir. Bu hədis səhihdir və Buxari Müslimdə keçir. 5 dənə oldu. Qusulda vacib olan. Hansılar idi? Məni çıxdıqda, sonra cima halında, sonra kafirin İslamı qəbul eləməsində, sonra nifas və heyz halında, ondan qutardıqdan sonra cümə günü. Axırıncısı da cümə günü. Sonra gəlir qusulun rukunları. Nə kimi rukunlar var qusulda? Birincisi niyyət olmalıdır. Niyyət yoxdursa heç bir əməl yoxdur. Peyğəmbər s.ə.v buyurur ki, İnnəməl əməlu bin niyyət. Əməllər niyyətlərə görədir. Əməllər niyyətlərə görədir. İkincisi, bədənin hər bir yerinə suyun dəyməsi. Sonra şeyh gətirir ki, yəni
qusulda müstəhəb olan formalar. Qusulda hansı şeylər müstəhəbdir? Hansı formalar müstəhəbdir? Ayşə radiyallahu anhına gələn hədisdə Ayşə radiyallahu anh deyir ki, Kənə Rasulullah sallallahu aleyhi ve sellem izə minəl cənəbə yəbdə fəyəqsul yedeyhi. Allah Resulü sallallahu aleyhi ve sellem cənabət qusulu aldığı zaman, yəni əllərini yəbdə və yəqsul yedeyhi başlayardı ilk olaraq əllərini yumağa. Thumma yufriqu bi yeminihi alə şimali. Sonra sağ əli ilə sol əlinə su tökərdi. Yəni qabdan sağ əlinə tutaraq sol əlinə su tökərdi. Fəyəqsulu fərcahu. Və yəni ayıb yerlərini yuyardı. Thumma yetavadda vudu'ahu lis-salat. Sonra yəni namaz üçün dəstəmaz alardı. Yəni namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Thumma ya'khudul ma'a fayadkhulu asabi'ahu fi usuli'ş-şa'ri. Sonra deyir ki, su götürərdi və həmçinin tüklərinin dərinliklərinə suyu daxil edərdi, boşaldardı. Yəni hətta ovuc götürərdi, yəni tökərdi başına birinci 3 kərə və sonra bədəninin digər hissələrinə, sonra da ayaqlarını yuyardı. Bu yəni qusulun müstəhəblərindəndir. Aydın oldu. Sonra gətirir ki, qusul almamışdan qabaq dəstəmaz almağın özü də sünnətun müstəhəbbətun. Yəni sünnələrdəndir. Qusul almamışdan qabaq dəstəmaz almaq. Kim deyir ki, dəstəmaz alarsa artıq doğru etmişdir. Və kim də deyir, dəstəmaz almazsa qusuldan qabaq, dəstəmaz almazsa bunun üçün bir günah yoxdur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən qusul almamışdan qabaq dəstəmazı tərk edərdi. Bəzən qusul almamışdan qabaq dəstəmazı tərk edərdi. Yəni bu da onun icazəli olmasını göstərir. Amma insan daimi alırsa bu problem deyil, əksinə hələ ona savab qazanır. Amma qusuldan öncə dəstəmaz almaq müstəhəblərdəndir. Buna dəlil nədir? Dəlil odur ki, Muhammed ibn Baqi deyir ki, qalə li Cabir radiyallahu anh mənə dedi ki, ətəni ibn əmmik. Yəni sənin əmin oğlum mənim yanıma gəldi və məndən soruşdu ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə cür qusul alardı? Qalə li keyfə əl-qusl minəl cənəbə. Dedi ki, yəni cənabət qusulu necə alınır? Dedim ki, kənə Nəbi sallallahu aleyhi və səlləm yəxudu sələsə əkuffu fəyufiduhə alə rəsi. Allah Resulü sallallahu aleyhi və səlləm 3 ovuc su götürərdi və o 3 ovucu başından aşağı tökərdi. Sonra isə yəni ovucular götürərək dik bədəninin qalan hissələrini yuyardı. Qalan hissələrini yuyardı. Və limən iqtəsələn yusəlliyə bə'də və məşə səvən təvəddə qablə əvlə. Şeyx gətirir ki, qusul alan adam üçün, yəni qusuldan sonra əgər istəyirsə namaz qıla bilər. Təvəddə qabləhu əvlə. İstəyir ondan qabaq. Əgər deyir, bir adam qusul alıb namaz qılmağa istəyirsə, namaz qıla bilər. Amma deyir ki, istəsə, o qusuldan qabaq deyir ki, yəni dəstəmaz ala bilər. Amma dəstəmaz almasa da, cənabət qusulu aldığına görə ona dəstəmaz almaq vacib deyil. Əgər bir insan cümə qusulu alarsa, ona dəstəmaz almaq vacib olur. Amma bir insan cənabət qusulu alarsa, ona dəstəmaz almaq vacib olmur. Aydın oldu. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anh gələn hədisi Ayşə radiyallahu anh deyir ki, lə yətəvədə bə'dəl uslu minəl cənəbə. Allah Resulü sallallahu aleyhi və səlləm cənabət qusulundan sonra dəstəmaz almazdı. Bu hədisi Əshab-ı Sünnən sahibləri rəvayət edir. Sünnən sahibləri Sünnən Əbu Davud, Sünnən Nəsəi, Sünnən İbn Məcə, Sünnən Tirmizi, bu kimi şeylər. Bunlara deyilir. Əshab-ı Sünnən sahibləri. Həmçinin başqa ləfsdə keçir ki, Abu Davudun ləfsində kənə Rasulullah yəxtəsilə və yusələ rəkəteyni və sələtil qədə və lə ərə yuhtizi vuduən bə'dəl qusli. Allah Rasulü sallallahu aleyhi və səlləm qusul aldı və 2 rükət namaz qıldı. Və deyir, onun deyir ki, dəstəmaz aldığını, o qusuldan sonra dəstəmaz aldığını görmədim. Yəni, bu da həmçinin Ayşə radiyallahu anhdan gəlir. Həmçinin burada deyir, fayda çıxır. Lə yəcib ələl mər'ati nəqdu şə'lihə fil qusul. Yəni, heyzli qadının, daha doğrusu cənabət halına düşən qadının qusul alarkən, yəni saçlarını açması vacib deyil. Amma heyzli qadın qusul alarkən saçlarını açması vacibdir. Buna dəlil nədir? Ümmü Sələmə radiyallahu anh deyir ki, qalət qulti ya Rasulullah. Dedim ki, ey Allahın Rasulü, inni imratun əşəddu safra rasi. Mən elə bir qadınam ki, mənim saçlarım çox sıxdır. Fənquduhu li qusli cənəbə.
mən cənabət quslu üçün onları açım mı? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, xeyr. İnnəmə yəkfiki ən tuhsi alə rəsikə thalathə hatayat. Yəni onun üzərinə 3 kərə su, ələ qalıb suyu tökmağın kifayət eləyir. Saçların bağlı olduğu halda açmayaraq, yəni su tökə bilərsən. Bunu tök və həmçinin deyir ki, bu ilə təmizlənirsən, bu sənə kifayət edir. Amma Ümmü Sələmən Ayşə radiyallahu anh deyir ki, Ənə Əsmə səələtin Nəbi sallallahu əleyhi və səlləm an mahid. Yəni Əsma deyir radiyallahu anhə Peyğəmbər sallallahu əleyhi və səlləmdən heyz alan, yəni heyz halında olan qadının qüsulu haqqında soruşur. Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşur, mən necə eləyim? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ona göstərir. Deyir ki, sən sizdən biriniz su götürürsən və ya sıdır götürürsən və ondan təmizlənirsən, yəni qusl aldığın kimi sonra onu quslanında öyrədir ki, yəni başından aşağı tökürsən və həmçinin onu dərk edirsən, bütün əzalara yəni yaxşı-yaxşı ovuşdurursan, sonra yəni bədənin digər hissələrinə tökürsən və hətta saçları açıb saçların dibinə qədər onu yəni toxundurursan, dəydirirsən. Bu hədislə dəlalət edir ki, deməli heyzli qadın əgər qusl alırsa, yəni saçlarını açıb dibindən su dəyilməsi vacibdir. Amma cənabət halında olan qadın isə buna ehtiyacı yoxdur. Nəyə görə buna ehtiyac yoxdur? Çünki yəni nəyə buna dəlil nədir ki, bunu ayırmağa bu formada? Çünki həmçinin alimlər gətirirlər ki, heyzli qadın bu ayda bir dəfə baş verir, qusl alması. Amma cənabət qadında isə cənabət halına düşən qadında isə bu tez-tez baş verir. Ona görə şəriət məşəqqət olmasın deyə açılmasını ona vacib etmədi. Saçlarının açılmasına vacib olma. Əsl odur ki, ona da su dəyməlidir. Lakin burada şəriət ona nə verib? Rüsxət verib, icazə verib deyir. Ondan sonra gəlir həmçinin qusulda müstəhəb olan yerlər. Subhanəkə Allahümmə və bihamdik və əşhədu ən la ilahə illallah nəstəğfiruke və etûbü ileyk.